İnsanlar haqqında bu təfəkkürdə olmalıdırlar. Ki bir adam doğrudan da yolunu azanda ona canın yanmalıdır. Heç iş də görməsən, həqiqətən içində canın yanaraq onun üçün dua eləsən, bu daha gözəldir. Nəinki gedib ona tənə vurub üzünə tənbih eləməkdənsə. Çünki bizim islahatımız biraz düzgün qurulmur da, niyyətimiz yaxşı deyil. Bir adamla səhv tutanda içimiz yanmır, əksinə sevinirik və adını da qoyuruq ki, onu tənbih eləyirik, cəmaatın arasında biabır eləyirik. Səhvini elə formada deyirik ki, bu adam bundan sonra düzəlsə də tövbə eləyir ki, mən daha düzəlməyəcəm. Bunun acığına mən düzəlməyəcəm. Gör, dünyanın arasında deyir, bu mənə ağıl verir.